Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 23 noyabr 9-cu siniflər üçün keçirilmiş OTK sınağından ingilis dili suallarının izahına baxacağıq. Əvvəlcə kanalımıza abunə olan, bəyənən, paylaşan, şərh yazan hər kəsə çox-çox təşəkkür edirəm. Qeyd edim ki, izah edəcəyim variant A variantıdır. Bütün variantlarda suallar eynidir, sadəcə sırasız fərqlidir. Ona görə də testləri yoxlayarkən daha diqqətli olun. Birinci 56-cı testə baxırıq. Bu pronoun testidir, əvəzlik testidir. Nöqtələrdən sonra hər ikisində isim verilib. Bilirik ki, bəzi pronounlar özündən sonra isim istəmir. A variantında there'dən sonra isim gəlməz. B-də hers, C-dəki my'dan sonra isim gəlməz. D və Y variantları arasında qalırıq. Y variantı doğrudur, çünki her və there hər ikisi özündən sonra isim istəyə biləndir. Tərcümə ilə deyir ki, Jane təşəkkür etdi öz dostlarına, onların hədiyyəsi üçün, yəni hədiyyələri üçün. Jane təşəkkür etdi, onların dostuna mənaca uyğun gəlmir, öz dostuna uyğun gəlməlidir. Həm də Z-dən sonra isim gəlmir. 57-ci testə baxırıq. Burada article testidir. Birinci nöqtələrdən sonra sayılan tək isim verilib. New language sayılır təkdir deyə biz ondan sonra onun önünə mütləq article qoymalıydıq. Ona görə boşluq olan variantları çıxırıq. İkincidə isə good reading and writing skills. Skills cəmdir deyə ona görə ikinci tərəfə en artiklı qoymaq olmaz. C variantındakı en, D variantındakı en artiklı gedir. Cavab oldu Y variantı. Asandır yeni bir dili öyrənmək əgər sənin yazı və oxu bacarığın varsa. 58-ci testə baxırıq. Nöqtələrdən sonra sayılan cəm isim verilib. Bilirik ki, matchdan sonra cəm gəlməz. Elotdan sonra ümumiyyətlə isim gəlməz. İkinci tərəfdə isə money verilib. Pul sayılmayan isim olduğu üçün few ilə işlənməz. Qalırıq B və Y variantları arasında. Tərcümədə deyir ki, mən ala bilmədim. Daha doğrusu mən çoxlu kitab ala bilmirəm. Çünki mənim vardır az pulum. Ona görə B variantı doğrudur. Y variantı həm mənaya görə, həm də qrammatik səhvə görə səhvdir. Çünki kənd inkardır və bilirik ki, a lot of yalnız təsdiqdə işlənir. 59-cu testə baxırıq nöqtələrdən sonra, daha doğrusu əvvəl söz önü verilib. Söz önündən sonra biz həmişə qoyuruq obyekt al. Ona görə she olan variantları çıxırıq. Her variantları və Z variantları doğrudur. İkinci tərəfdə isə deyir ki, she always makes o həmişə onları güldürür. Kate'in dostları heç vaxt darıxmır onunla, with her, onunla. Z variantı mənaca da səhvdir. Çünki o həmişə güldürür onları. Dostlar cəmdə olduğu üçün biz onun əvəzinə yalnız Z variantı gətirə bilərik, yəni cəm gətirə bilərik. Ona görə B variantındakı she, A variantındakı him səhvdir. 60-cı testə baxırıq. Burada bizdən altına xətt çəkilmiş sözün antonim istənilir. Long, uzun deməkdir. Biz də qısa seçməliyik. Cavab olur C variantı. İndi isə gəlin 61-ci testin izahına baxaq. 61-ci testdə passive case soruşur bizdən, yəni yəlik hal soruşur. Bilirik ki, əgər ismin önündə en artiklı varsa, bu zaman ona ayrı s qoyulmalıdır. Bitişik cəm isimlərə qoyulur. B variantında this author's book, bu düzdür. Bu müəllifin kitabı ən yaxşı seçimdir. B variantı doğrudur. C variantında işarə vəzi cəmdir, lakin ismi ayrı s qoyulub, bitişik s olmalıdır. D variantında child sözü kökündən dəyişən isim olduğu üçün ona bitişik s qoymaq olmaz. Y variantında isə David going, is going deməkdir. Bu izin qısaldılmasıdır. Bu da yəlik hal deyil. 62-ci testə baxırıq. Bizdən definition soruşur. Bu sözlərin mənasına baxaq. Announce elan etmək, yəni kiməsə bir şeyi rəsmi şəkildə demək ki, 1-ə A uyğun gəldi. 2-də qayıt bələdçilik etmək, show the way, yol göstərmək, demək ki, bu C variantıdır. 3-də isə ərimək, yəni B suya çevrilmək. Ona görə A, C, B variantını saxlayırıq. A, C, B var D variantında. Cavab oldu D variantı. İndi isə 63-cü testə baxırıq. Burada bizdən adjective soruşulur, yəni variantlardan sifətləri saxlamalıyıq. A variantında boş, fluent, səlis, noisy, səsli A elə doğru variantdır. B variantında situationda tion, C variantında conditiondakı tion, D variantındakı village kənd deməkdir. Y variantında isə farm, ferma və yol relativ qohum deməkdir. Bunların hər biri isimdir. Ona görə cavab oldu A variantı. Bu tipdə testləri yazarkən şəkilçilərə diqqət edin. 64-cü testə baxırıq. Article soruşur bizdən. Bilirik ki, mostdan sonra sifət qoyulubsa, demək ki, biz oraya mütləq Z qoymalıyıq. Ona görə cavab D, Y və C variantları ola bilməz. İkinci tərəfdə internet var. İnternetə Z artiklı qoyuruq. Çünki topludan da bilirik ki, internet kəşflərə biz həmişə Z artiklı qoyuruq. Burada isə deyir ki, bu internetdəki ən məşhur videodur. Elə cavab olur A variantı. 65-ci sözdə bizdən definition soruşur. Deyir ki, kömək etmək kiməsə bir şeyi xatırlamağa. Yəni kiməsə nəyisə xatırlatmaq. Cavab olur A variantı. Digəri keep saxlamaq, work işləmək, happen baş vermək, feel isə hiss etmək deməkdir. İndi isə gəlin 66-cı testə baxaq. Bizdən noun soruşur. Ona görə bütün sifət şəkilçili sözləri çıxaq ki, variantı tapmaq sizin üçün asan olsun. Helpful-dakı ümidli full sifət şəkilçisidir. Sonra D variantındakı capable, able sifət şəkilçisidir. Y variantı friendship, dostluq, image, şəkil, heyə, saç elə bu doğrudur. C variantındakı organik, yəni təbii, necə təbii, ona görə bu yanlışdır. B variantındakı virtual, yəni vizual bir şey. Ona görə də B variantı yanlışdır. Elə cavab olur Y variantı. İndi isə gəlin baxaq 67-ci testə.
isə if you really want to be successful, əgər sən uğurlu olmaq istəyirsənsə, sənin ehtiyacın var daha B variantındakı kreativ olmağa, strange, yad olmağa, boring, sıxıcı, sərt, qəmgin, rude isə kobud olmağa, elə ən mənaca qrammatika, daha doğrusu mənaca uyğun B variantı olur. 68-ci testə baxırıq. Bu agreement dərsidə bilirik ki, cümlənin mübtədası inkli feildirsə, xəbər təkdə qoyulmalı idi. Ona görə bir yanlışdır. 2-də winners of varsa, biz həmişə birinci tərəfə baxırıq. Ofdan əvvəlki söz cəmdədir, xəbər də cəmdədir. Elə 2 doğrudur. Üçüncü testdə of var. Ofdan əvvəlki sözümüz təkdə olduğu üçün was da təkdədir. Ona görə bu doğrudur. Eating cümlənin mübtədası inkli feildir. Xəbər are yox, is olmalı idi. Ona görə yanlışdır. İndi isə kiçik mətnlərimizə baxaq. Burada mütləq birinci mətni oxuyub bütün variantlardakı səhvləri çıxmaq lazımdır. Sabahınız xeyir yazılıb uşaqlar. Sözdəydə bizim riyaziyyat testimiz olacaq. Zəhmət olmasa unit 3 və 4 oxuyun, qələm gətirin, kalkulyator gətirin və gecikməyin. A variantında deyir ki, uşaqlar kalkulyatordan istifadə edə bilməzlər, amma onlar gətirin demişdirsə demək istifadə edə bilərlər. B variantında yazılıb ki, imtahandan əvvəl heç nə öyrənməməlidirlər, amma onlara unit 3 və 4 oxumaqları tapşırılmışdır. C variantında deyir ki, uşaqlar riyaziyyat imtahanında vaxtında iştirak etməlidir. Bu doğrudur, çünki son cümlədə gecikməyin demişdi. D variantında müəllim şagirdlərə qələm verəcək imtahan müddətinə xeyir qələmi özünüz gətirin demişdi. Ona görə D də yanlışdır. Y variantında isə next week-də keçiriləcək demədi. Elə bu həftənin sözdəyində keçirildi dedi. Ona görə də cavab oldu C variantı. İndi isə gəlin 70-ci testimizə baxaq. Bu da kiçik mətindir. Caution, diqqət, xəbərdarlıq tipli mətnlərdə verilir. The road is under construction. Deyir ki, yol təmirdədir. Zəhmət olmasa ictimai nəqliyyatdan istifadə edin. Bağlı ərazilərə öz şəxsi maşınlarınızla girməyin. Üzr istəyirik narahatçılığa görə. Təşəkkür edirik anlayışınız üçün. A variantında deyir ki, yol artıq konstruksiya olundu. Xeyr, olmayıb, hələ də təmir gedir. B variantında deyir ki, there is no inconvenience. Yolda deyir, heç bir narahatlıq yoxdur. Var ki, deyir, ictimai nəqliyyatdan istifadə edin. C variantında deyir ki, İctimai nəqliyyatdan istifadə etmək recommended, not recommended, tövsiyə olunmur, əksinə tövsiyə olunur. D variantda deyir ki, sürücülərə icazə verilmir, daxil olsunlar bağlı ərazilərə öz maşınları ilə. Elə D variantı doğrudur. Y variantında isə deyir ki, there is no area, elə bir yer yoxdur ki, ora bağlı olsun konstruksiyaya görə. Xeyr, bu yol ilə bağlı idi, xəbərdarlıq da onun üçün idi. Demək ki, 70 oldu D variantı. İndi isə gəlin 71-ci testə baxaq. Hospital announcement, xəstəxana xəbərdarlığı idi. Ziyarət saatları saat 10 AM-dən axşam 6 PM-ə kimdir? Buna diqqət edin. Zəhmət olmasa deyir, otaqlarda sakit olun, əllərinizi içəri girməzdən əvvəl yuyun. Və burada bir də qeyd olunub ki, don't bring flowers, gül gətirməyin ya da digər şeylərdən ərzaq gətirməyin ziyarət saatlarında. Uşaqlar yalnız böyük stay with an adult, öz böyükləri ilə qalmalıdırlar bütün bu görüş müddətində. Yəni burada diqqət edin ki, həmişə uşaqların nəzarətiniz altında olsun və digər tərəfdə isə deyir ki, təşəkkür edirik bizə kömək etdiyiniz üçün və xəstəxanamızı daha təhlükəsiz və sakit saxladığınız üçün. İndi gəlin A variantına baxaq. A variantında deyir ki, sən daxil ola bilərsən istədiyin zaman. Xeyr, bəlli saatlarda daxil ola bilərsən. B variantında deyir ki, sən gətir yemək və digər şeylər xəstəxanaya. Xeyr, icazə verilmir gətirməyə, çünki not print yazılmışdı. C variantında deyir ki, you can enter the hospital with dirty hands. Çirkli əllərinlə daxil ola bilərsən. Xeyr, burada ikinci tərəf düşməyib. Burada information about visiting hours yazılıb. Deyir ki, elan verir. İnformasiya görüş saatları ilə bağlı. Elə D variantı tamamilə doğrudur. Y variantında isə uşaqlara xəstəxanaya girməyə icazə verilmir. Yox, icazə verilir, sadəcə valideyn nəzarətində olmalı. Yəni böyüklərin nəzarətində olmalı idi. İndi isə gəlin böyük mətnimizin mətnimizə və suallarına baxaq. İndi isə gəlin mətnimizlə tanış olub, ona aid sualları cavablandıraq. Diqqətlə baxırıq ki, mətnimizdə yazılıb ki, Luxemburg small country'dir, Western Avropada yerləşən, yəni balaca bir ölkədir, onun mərkəzində yerləşir və ölçüsünün kiçik olmasına baxmayaraq maraqlı faktlar var ki, səni təəccübləndirə bilər. Var-dövlət cəhətdən Luxemburg dünyanın ən zəngin ölkələrindən biridir. Luxemburgun əhalisi Amerikalılardan 2 dəfə daha çox qazanırlar. Luxemburg Avropa Birliyində 4-cü sıradadır ən aşağı benzin qiymətinə görə və 2-ci sıradadır ən az dizel maşınlar sayına görə. Amazon qərargahı yerləşir Luxemburgda və burada 3 rəsmi dil var. Yerli əhali 3 dildə danışır. Alman, fransız və Luxemburg dilində. Alman və fransız dilləri tez-tez inzibati binada da, inzibatidə də istifadə olunur. Luxemburg dili adətən istifadə olunur conversationlarda, yəni adi danışıqlarda. Fransız dili biznesdə, oteldə, restoranda, kafelərdə istifadə olunarkən Alman dili daha çox mediada dominant bir dildir, aparıcı dildir yəni.
Və mətnin arxasında deyir ki, ən təəccübləndirici fakt isə odur ki, Lüksemburqda bütün nəqliyyat vasitələri, ictimai nəqliyyat pulsuz təklif olunur. Ən məşhur transport formaları burada tramvaydır. Ən məşhurlarından biri tramvaydır və bu ölkə ilk ölkədir ki, dünyada bütün əhalini tramvayda, qatarda, avtobuslarda daxil olmaqla pulsuz şəkildə təmin edir. Yəni bütün nəqliyyat vasitəsi burada pulsuzdur. İndi isə gəlin 72-ci suala baxaq. Burada bizə mətnin adını soruşur ki, mətin əsasən nə haqqındadır? Mətin Avropadakı ən zəngin ölkələrdən biri haqqındaydı. A variantı doğrudur. Burada sizi mətndə örs yazmağı çaşdıra bilər, amma digər variantlarımız daha kobud variantlardır. Gəlin baxaq. B variantında soruşur ki, Lüksemburqdakı ən ucuz restoranlar ümumiyyətlə bu haqqda danışmadı. C variantındakı Avropadakı transportation bu haqqda da təkcə danışmadı. D variantındakı Lüksemburqun əhalisi bundan da danışmadı. Y variantında isə Amazonun qərargahları bu haqqda da danışmadı. Ona görə cavab olur A variantı. 73-cü testdə soruşur ki, niyə Lüksemburq yerləşir ikinci sırada dünyada? Demişdi ki, mətnin əsasən ikinci sırada yerləşməsi lowest number of diesel cars idi. Yəni az sayda dizel maşınlarının olması, ona görə cavab olur Y variantı. 74-cü testdə bizdən soruşur ki, mətnin əsasən düzgün cavabı seçin. A variantında birdə soruşur ki, Lüksemburqda nəqliyyat transportation is free of charge, pulsuzdur. B variantında 2də soruşur ki, Lüksemburqun əhalisi çox zəngindir. 3də deyir ki, Amerikalılardan az qazanır. Bu kobud səhvdir. Fransız əsas dildir mediada. Xeyr, mediada əsasən demişdi Alman dili danışılır. Ona görə 4 səhvdir. 1 və 2 doğrudur. Cavab olur B variantı. 75-ci testdə də baxaq. Lüksemburq is commonly used. Lüksemburq dili, yəni bu dil əsasən istifadə olunur. Demişdi conversationlarda, söhbətlərdə, yəni günlük danışıqlarda. Ona görə burada D variantı doğrudur. 76-da isə bizdən false soruşur. Deyir, Lüksemburq harda yerləşir? Eastern Avropada yox, Western Avropadaydı. Ona görə də bir yanlışdır deyə bunu seçirik. İctimai nəqliyyata daxildir. Trenlər, tramvaylar və basislər bu doğruydu. Ona görə çıxırıq. 3də soruşur ki, has different state language, müxtəlif dilləri var. Bəli, 3 dənə dili var idi. Ona görə bu da yanlışdır. 4-də isə deyir ki, Avropanın ən böyük ikinci ölkəsidir. Xeyr, balaca bir ölkə idi. Ümumiyyətlə ölçü cəhətdən hansısa ölkədən böyük deməmişdi. Ona görə burada cavab olur 1-4. İndi isə dinləmə sualları ilə tanış olaq. İndi isə dinləmə mətnimizlə tanış olaq və onun suallarını yazmağa çalışaq. Mətnimiz Nar festivalı haqqındadır. Nar festivalı xüsusi bir hadisədir ki, oktyabrın sonunda Göyçayda keçirilir. Bu təkcə Göyçayda yox, həmçinin nar becərilən digər yerlərdə də keçirilir. Azərbaycanda, İranda, Türkiyədə və Hindistanda. Nar festivalı bir şansdır ki, təzə narın dadına baxasan və onun tarixini və faydalarını öyrənəsən. Festivalın əsas məqsədi narın faydalarını göstərmək və bu ərazinin turizmdə inkişafa kömək etməkdir. Festivalda sən müxtəlif nar yeməkləri, meyvə şirələri, desertləri, salatları dada bilərsən. Həmçinin oyunlar, musiqilər, rəqslər olur və festivalda bir sıra yarışlar olur. Nar yemə festivalı, Greetings Best Pomegranate Themed Art, yəni nar mövzulu incəsənət əsərləri yaratmaq. Festival həmçinin sənə bir şans verir ki, sən narın vacibliyini mədəniyyətimizdə və adət-ənənəmizdə narın vacibliyini öyrənəsən və bir çox ölkələrdə nar life, həyatın və uğurun simvoludur. Nar tarixdə və mədəniyyətdə vacib rol oynayır. İndi isə gəlin suallarla tanış olaq. Mətndə birinci soruşur ki, mətin nə haqqındadır? Bildiyimiz kimi mətin bir festival haqqındadır. B variantı doğrudur. Məşhur bir festival. A variantı nar böyütmək, B variantı, C variantı Göyçayın tarixi, D variantında ölkənin turizmi, Y variantında isə dadlı yeməklər. Demək ki, cavab olur B variantı. 78-ci testdə bizdən soruşur ki, festivalın əsas məqsədi nə idi? Birinci məqsədi narın faydalarını göstərməkdir. İkinci məqsəd isə bu ərazinin turizminə kömək etməkdir. Ona görə cavab olur 1, 3, Y variantı. 2-də isə deyir ki, müxtəlif yarışlar keçirtmək. 4-də isə oyunlar və rəqslər etmək. Düzdür, bunların hər biri olur da, amma əsas məqsəd yazılmışdı ki, festivalın əsas məqsədi, baxın bu cümlədə verilib, birinci abzasının sonunda verilib ki, əsas məqsədi narın faydasını göstərmək və turizmə kömək etməkdir. İndi isə gəlin 79-cuya baxaq. 79-da nəyin simvolu idi? Life and good luck-ın. Elə cavab birbaşa Y variantıdır. 80-ci testdə bizdən true və false soruşur. Nar böyüyür yalnız Azərbaycanda. Xeyr, yalnız Azərbaycanda böyümür. Ona görə bir false-dur. 2-də
İnsanlar celebrate keçirirlər nar festivalını beginning of October. Oktyabrın əvvəlində, xeyr, əvvəlində deyildi, end of idi, birinci cümlədə deyilmişdi. 3-də isə deyir ki, nar vacib meyvədir tarixdə və mədəniyyətdə. Bəli, 3 true idi, ona görə bunu saxlayaq. True yazılanları bura qeyd eləyək. True və 4-də isə deyir ki, insanlar nar salatlarının dadına baxa bilərlər. Burada only vermədiyi üçün biz bunu düz götürürük. Çünki təkcə narın salatlarını yox, həm də meyvə şirəsinə, desertinə, onların da tamına baxa bilərdilər. Amma burada təkcə saladı yazıb, amma only yazmayıb. Amma birinci testdə only yazmışdı deyə qısıtlamışdı cümləni. Ona görə də 1, 2 false, 3, 4 isə true olan variantlarımızdır. Bununla da 9-cu sinifin bütün mətn dinləmə qayda suallarının izahına baxdıq. Növbəti izahlarda görüşərik. Kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı, paylaşmağı unutmayın. Təşəkkürlər.